Əziz şagirdlər, bu günləri sizə dövrü qanunda 51-dən sona qədər, yəni 82-ci test nümunəsinə qədər olan bütün testlərin izahını verəcəm. Bundan əvvəlki videomda mən sizə 1-dən 50-yə qədər olan testlərin izahını vermişdim. İndi isə 51-dən başlayaraq sona qədər bütün testlərin izahını verməyə çalışacağam. Odur ki, başlayaq. Deməli, uşaqlar, 51-ci sualda bizə deyir ki, birinci qrupun əsas yarımqrup elementlərinin, hidroksitlərinin əsaslıq xassəsinin, onların sıra nömrəsindən asılı qrafikini göstərin. Ümumiyyətlə, uşaqlar, əgər bu anlayış sizə məlum deyilsə, hələ ilk vaxtlarda, yəni dövrü qanunu mövzusunda, hələ ki, bu anlayış sizə məlum deyilsə və ümumiyyətlə yadınızda qalsın ki, istər qruplar üzrə, istər dövrlər üzrə artma varsa, sıra nömrəsində də artma olacaq. Yəni, birinci qrupun əsas yarımqrup elementlərinin, hidroksitlərinin əsaslıq xassəsi yuxarıdan aşağıya doğru getdikcə artır. Əgər o artırsa, bir mənalı olaraq bilməlisiniz ki, sıra nömrəsi də artır. Ona görə də burada doğru cavab olacaq D variantı. Yəni, artdıqca sıra nömrəsi də artacaq. Deməli, uşaqlar, 52-ci sualda bir mənalı olaraq bilməliyik ki, deyir ki, X, Y və Z elementləri eyni qrupun əsas yarımqrupunda yerləşir. Eyni qrup dedikdə, yəni bunlar yuxarıdan aşağıya doğru sıralanırlar. Amma hansı ardıcıllıqla sıralandığı bizə məlum deyil. Yalnız bizə bu elementlər haqqında müəyyən məlumatlar verilir. Deyir ki, X elementi Y-ə nisbətən daha asan elektron alır. Deməli, X-i qeyri-metallığı Y-ə nəzərən daha çoxdur. Ona görə də X Y-dan yuxarıda yerləşəcək. Bunu yadınızda saxlayın. Məsələn, baxın, D variantında X Y-dan yuxarıda yerləşmir, yəni öncə gəlmir. Həmçinin Y variantında Y X-dan öncə gəlmir. Ancaq digər variantlarda, yəni A-da, B-də və C-də X Y-dan daha öncə gəlir. Deməli, bu iki varianta çıxdıqdan sonra, deməli, baxırıq növbəti, xassəmizə. Deyir ki, Z isə X və Y-ə nisbətən daha zəif qeyri-metaldır. Deməli, daha zəif qeyri-metaldırsa uşaqlar, yadınızda saxlayın ki, Z X-dan aşağıda olacaq. Çünki Z qeyri-metaldır. X qeyri-metaldır. Z isə ondan da zəifdir. Deməli, o daha aşağıda yerləşəcək. Və təbii ki, X-dan sonra Y gələcək. Ona görə də ardıcıllığımız bu şəkildə olacaq. Ən zəifdirsə, deməli, ən aşağıda Z olmalıdır. Ardıcıllığımız bu şəkildə olur və deyir ki, X, Y və Z elementlərinin atom radiusunun artma sırasını göstərin. Biz də bilirik ki, atom radiusunun artması yuxarıdan aşağıya doğru gedir. Ona görə də sıralamanı X, Y, Z istiqamətində verəcəyik. Ona görə doğru cavab olacaq burada A variantı. Gəlin 53-cü suala baxaq. Deməli, oxların istiqamətinə görə bizə hansı xarakteristik xüsusiyyətlərin dəyişib-dəyişmədiyini soruşur. Deyir ki, hansı halda dövrü sistemdə elementlərin xassələrinin birinci, ikinci və üçüncü istiqamətlərdə dəyişməsi doğrudur. Biz bilməliyik ki, əvvəlcə ikinciyə baxaq. Gəlin bizə aydın olan soldan sağa, bir də üçüncü, yuxarıdan aşağıya olan istiqamətə baxaq. Deməli, biz bilirdik ki, soldan sağa doğru getdikcə uşaqlar RAM azalırdı. RAM azaldığı üçün bir mənalı olaraq digər 6 xarakteristika, oksidləşmə, oksidləşdiricilik, daha sonra elektronlu hərislilik, elektromənfilik, iyonlaşma enerjisi, bu xassələr, həmçinin qeyri-metallıq artırdı. Deməli, bu ikinci var burada, bir də var burada. Baxaq görək hansı doğrudur. Deyir ki, A variantında ikinci istiqamətdə oksidləşdiricilik azalır. Xeyr, əksinə artmalıdır. Bu doğru deyil. Çünki burada azalan yalnız RAM-dır. RAM azalırsa digərləri artmalı idi. Yəni oksidləşdiricilik artmalı idi. Y variantında deyir ki, ikinci istiqamətə radius artır. Xeyr, baxın, RAM yazmışam, azalır. Ona görə də bu da səhvdir. Gəl üçüncü istiqamətə baxaq. Deyir ki, yuxarıdan aşağıya doğru dedi ki, dövrlərdən fərqli olaraq qruplar üzrə yuxarıdan aşağıya RAM artırdı. Gəlin baxaq. Deməli, B variantında deyir ki, üçüncü istiqamətdə elektromənfilik artır. Xeyr, burada yalnız artan RAM-dır. Yəni reduksiya edicilik, atom radiusu və metallıq. Elektromənfilik isə azalır. Deməli, bu da doğru deyil. Baxırıq birinci istiqamətə. Əgər uşaqlar yadınızda qalsın, yuxarıdan aşağıya doğru RAM artırsa, onun əksi olan istiqamətdə RAM azalacaq. Yəni reduksiya edicilik, atom radiusu və metallıq azalacaq. Gəlin baxaq. Deməli, C-də deyir ki, birinci istiqamətdə metallıq xassəsi azalır. Düzdür. Əslində, yuxarıdan aşağıya istiqamətlənsə deyəcəkdik ki, metallıq artır. Amma aşağıdan yuxarı olduğu üçün azalacaq. Həmçinin D variantında deyir ki, birinci istiqamətdə reduksiya edicilik artır. Xeyr, birinci istiqamət çünki yuxarıdan aşağı deyil, aşağıdan yuxarıdır. Ona görə reduksiya edicilik artmır. Burada doğru cavab olacaq C variantı. 4-cü sualda deyir ki, yenə eyni qayda ilə oxların istiqamətinə uyğun olaraq doğru olan variantı tapmağımızı istəyir. Deməli, uşaqlar, biz bilirik ki, istiqamətlər dövrlər üzrə soldan sağa, qruplar üzrə yuxarıdan aşağıdır. Gəlin birinci və ikinci variantları dəyərləndirək. Hansı ki, burada A-dan C-yə qədər olan bütün variantlar 1 ilə 2-ni əhatə edir. Baxaq ki, hansı doğrudur. Deməli, baxaq A variantını. Deyir ki, birinci istiqamətdə reduksiya edicilik artır. Birinci istiqamətdə uşaqlar reduksiya edicilik artmır. Çünki nə demişdik? Dövrlər üzrə soldan sağa
doğru getdikcə RAM azalırdı. Yəni reduks edicilik, atom radiusu və metallıq azalırdı. Deməli bu doğru deyil. Deməli B variantına deyir ki, metallıq artırdı. Xeyr, yenə RAM-ın tərkibində o M dediyimiz RAM-ın M-sı bizdə metallığı deməli özündə əks etdirirdi. Ona görə də metallıq artmalı yox, azalmalı idi. Bu da səhvdir. C variantında deyir ki, İkinci istiqamətdə, yəni qruplar üzrə yuxarıdan aşağıya doğru getdikcə radius kiçilir. Xeyr, uşaqlar, radius yəni atom radiusudur. RAM da A-nın həmin o atom radiusu dediyimiz anlayışdır. RAM qruplar üzrə artırdı. Yəni radius kiçilməməli idi, artmalı idi. Bu da səhvdir. D-nin Y variantında isə baxsaq, üçüncü istiqamət, yəni dövrlər üzrə soldan sağa yox, sağdan sola istiqamətlənir. Əgər dövrlər üzrə soldan sağa reduks edicilik, atom radiusu və metallıq azalırdısa, onun əksi istiqamətində artacaq. Deməli, biz artan xarakteristikalara baxmalıyıq. Həmçinin digər xarakteristikalarımız bizdə azalmalıdır. Deməli, üçüncü istiqamətdə deyir, oksidləşdiricilik artır. Xeyr, oksidləşdiricilik yox, reduks edicilik, atom radiusu və metallıq artırdı. Deməli, bu səhvdir. Y variantı isə doğrudur, həqiqətən də. Əgər ki, əks istiqamətdə reduks edicilik, atom radiusu və metallıq artırdısa, elektromənfilik azalacaq. Ona görə doğru cavab Y variantı. 55-ci suala baxaq. Deyir ki, X, Y və Z əsas yarımqrup elementlərdir. Deməli, deyir ki, bu birinci və ikinci xarakteristikaya görə biz həmin o elementlərin dövrü sistemdə təxmini olaraq yerlərini təyin etməliyik. Deyir ki, Z ilə Y-ın valent elektronlarının sayı bərabərdir. Əgər valent elektronlarının sayı bərabərdir deyilsə, valent elektronları həm də qrupların sayını əks etdirir. Əgər valent elektronları, yəni valent elektron nədir? Son dövrdə olan elektronların sayı, yəni son dövrdə olan elektronlar da bizə qrupları verirdi. Əgər son dövrümüzdə 2-dirsə, deməli, həmin element ikinci qrupda yerləşir. Son dövrdəki elektron sayı 3-dürsə, 3-də yerləşir bu şəkildə. Deməli, valent elektronların sayı eynidirsə, deməli, eyni qrupda yerləşir. Qruplar da yuxarıdan aşağıya doğru istiqamətlənir. Baxın, uşaqlar, baxın, Z ilə Y A variantında eyni qrupda deyirlər, yəni alt-alta yerləşməyiblər. Ona görə bu səhvdir. B variantında deməli düzdür, yuxarıdan aşağı istiqamətlənib, C-də də düzdür. D-də dövrlər üzrə düzülüblər. Əslində qruplar üzrə düzülməli idilər. Y-də də dövrlər üzrə düzülüblər. Ona görə burada B ilə C variantının arasında qalırıq. İndi gəlin ikinci variantımıza baxaq. Deyir ki, X-in atom radiusu Z-dən böyükdür. Baxın, B variantında X-in atom radiusu Z-dən böyük deyil. Çünki dövrlər üzrə soldan sağa doğru getdikcə atom radiusu kiçilir. Yəni X-in atom radiusu kiçik olmalı idi Z-dən. C variantı isə doğrudur. Çünki dövrlər üzrə dedik soldan sağa atom radiusu kiçilir. Yəni Z-in atom radiusu X-dan kiçikdir. Həqiqətən də ikinci variant özünü doğruldur. Çünki X-in atom radiusu burada Z-dən böyük olacaq. Yəni burada doğru cavab olacaq C variantı. 56-cı sualda uşaqlar deyir ki, deməli, eyni əsas yarımqrupda yerləşir bu metallar və gəlin indi bu metalların deməli, xarakteristikasının, yəni yuxarıdan aşağıya doğru necə düzüldüyünə baxaq və atom radiusunun artma sırası ilə düzməyimizi istəyir. Gəlin baxaq. Deyir ki, deməli, Y atomu X-a nisbətən daha asan elektron verir. Deməli, daha asan elektron verirsə uşaqlar, deməli, onun metallıq xassəsi, həmçinin reduks ediciliyi X-dan çoxdur. Və ona görə də deməli, X-dan daha sonra gəlməlidir. Yəni, belə olmalıdır. Y, yəni X-dan öncə gələcək. Z-in elektron vermə qabiliyyəti Y-dən kiçik, X-dan isə böyükdür. Deməli, əgər Z-in elektron vermə qabiliyyəti Y-dən kiçikdirsə, ondan öndə yerləşəcək. X-dan böyükdürsə, bu şəkildə yerləşəcək. Yəni, uşaqlar, baxın, həqiqətən də dediyimiz bu xarakteristikalar bu qrupda özünü doğruldur. Çünki, baxın, deyir ki, Y atomu X-a nisbətən daha asan elektron verir, düzdür? Yəni, X-dan aşağıda yerləşir. Həmçinin Z-in elektron vermə qabiliyyəti Y-dən kiçikdir. Yəni, Y-dən kiçik olmalıdır. X-dan isə böyük olmalıdır. Deməli, Z isə ortada yerləşir. Əslində, elə belə də tapmaq olardı. Z-i ortada yerləşdirəcək. Çünki hansındansa kiçik, hansındansa böyükdür. Ona görə də ya deməli A-da, B-də, C-də yox, ya D variantı olacaqdır, ya da Y variantı olacaqdır. Bu şəkildə də hesablaya bilərsiniz. Variantların üzərində də hesablama aparıb tapmaq olar. Deməli, uşaqlar, 57-ci sualda deməli, X elementi üçün hansının doğru olduğunu təyin etmemizi istəyir. Reaksiyalar verib. Gəlin baxaq. Deyir ki, birinci varianta baxaq. Deyir ki, birinci qrupun əsas yarımqrup elementidir. Bunu necə bilmək olar? Deməli, X elementi əgər OH yarımqrupu ilə bu şəkildə formal əmələ gətirirsə, biz bilirik ki, OH yarımqrupunun da valenti 1-dir.
X da 1-dirsə, deməli bu şəkildə olacaq. Deməli həqiqətən də X-in deməli birinci yarım qrupda, birinci qrupun əsas yarım qrup elementidir və 1 valentlidir. Deməli 1 burada doğrudur. Və hidroksidi qələvidir, düzdür. Əgər birinci qrupdursa, onun hidroksidi qələvi olacaq. Çünki birinci qrupdakı elementlər qələvi metallardır. Üçüncüdə deyir ki, qələvi torpaq metaldır. Xeyr, əgər birinci qrupda yerləşirsə, qələvi torpaq yox, qələvi metaldır. Deməli, burada doğru cavablar ancaq olacaq 1 ilə 2. 58-də də eyni şəkildə reaksiyaların üzərindən bizə X elementinin deməli, xassələri haqqında məlumat tapmağımızı istəyir. Gəlin baxaq, deyir, əgər X elementi oksigenlə XO birləşməsi əmələ gətirirsə, uşaqlar, oksidə əmələ gətirirsə, deməli, X ikinci qrupun əsas yarım qrup elementidir. Gəlin baxaq, deməli, birinci variantımız burada səhv olacaq. Çünki qələvi metal yox, ikinci qrupdursa qələvi torpaq metal olmalıydı. Və ikincidə deyir ki, ikinci qrupun əsas yarım qrup elementidir. Bu düzdür və hidroksidi qələvidir. Bu da düzdür. Deməli, burada doğru cavabımız olacaq 2 ilə 3 A variantı. 9-cu sualda deyir ki, 3-cü dövrün X metalı ilə həmin dövrün Y elementi X-Y3 birləşməsini əmələ gətirir. Deməli, əgər X-Y3 birləşməsi əmələ gətirirsə, uşaqlar, deməli, X-imiz 3 valentliymiş, Y-imiz isə 1 valentli. Və bir dövrdə yerləşirsə, düşünək ki, birinci qrupda, yəni birinci dövrdə bir valentli olan elementimiz ya metallar ola bilər, ya da qeyri-metallardan halogenlər. Təbii ki, əgər X bizdə burada metaldırsa, Y burada metal ola bilməz. Ona görə də Y-imiz burada halogendir və üçüncü dövrdəki halogenimiz bizim xlordur. Deməli, Y-imiz bizdə xlordur, yəni halogendir. Deməli, birinci variantımız burada doğrudur. Və deyir ki, ikincidə deyir ki, X-in proton sayı Y-in proton sayından 5 vahid kiçikdir. Əgər düşünsək ki, X-imiz alüminiumdur, belə düşünsək ki, X 3-cü dövrdəki alüminium və həmin dövrün Y elementi xlor, proton sayına baxsaq, alüminiumda 13-dür uşaqlar, xlorda 17-dir. Aralarında 5 vahid yox, 4 vahid fərq var və yəni ki, X Y-dan, yəni alüminium xlordan 4 vahid kiçikdir proton sayı. Ona görə bu səhvdir. Üçüncüdə deyir ki, Y-in ən kiçik və ən böyük oksidaşma dərəcələrinin cəmi müsbət 6-dır. Xlorun ən kiçik oksidaşma dərəcəsi uşaqlar mənfi 1-dir, ən böyük oksidaşma dərəcəsi isə müsbət 7-dir, yəni qrupunun nömrəsi. Və bunların cəmi müsbət 6 eləyir. Deməli, 3 də doğrudur. Burada doğru cavabımız olacaq 1-3-Y variantı. 60-cı sualda uşaqlar deyir ki, X, Y, Z və T elementləri ikinci dövrdə yerləşir. Yəni, dövrlər isə soldan sağa doğru istiqamətlənirlər. Və bizə deməli bu elementlərin hansı sırayla düzüldüyünü tapmağımız üçün deməli xassələrini verib. Gəlin o xassələrə əsasən düzək ki, deməli soldan sağa hansı istiqamətdə düzülür bu elementlər. Baxın, deyir ki, Y və Z-ə nisbətən X elektronu daha asan verir. Ümumiyyətlə elektronun daha asan verməsi onun deməli daha çox metallıq xassəsi ilə bağlıdır. Və biz deyirik ki, soldan sağa doğru metallıq xassəsi azalır. Ancaq əgər bu elektronu daha asan verirsə, deməli o hardasa bu elementlərdən əvvəldə olacaq. Yəni, Y və Z-dən əvvəldə olacaq. Və gəlin baxaq, deyir ki, ikincidə Z-ə nisbətən Y elektronu daha çətin verir. Yəni, Y daha çətin verirsə, uşaqlar, Z-ə nisbətən. Deməli, Y hardasa burada olacaq, yəni Z-dən sonra gələcək uşaqlar. Və deyir ki, T elektron alıb vermir və bir atomlu bəsit qaz əmələ gətirir. Deməli, bir atomlu bəsit qazlarımız bizim yadınızdadırsa təsirsiz qazlarımız idi uşaqlar. Və o təsirsiz qazlarımız 8-ci qrupda, yəni haradasa dövrün sonunda yerləşir. Ona görə də T-mizi də yazırıq burada. Yəni elektron alma vermə xassələri onlarda olmur. İstiqamətlərimizi təyin etdikdən sonra gəlin bizə şərti tapaq. Ümumiyyətlə, belə saxlamaq olmaz uşaqlar. Əslində, belə saxlamaqla, əgər variant varsa, onu seçə bilərsiniz. Təbii ki, burada elə bir variant yoxdur bu istiqamətdə. Ona görə də biz şərt oxumalıyıq. Şərtdə deyir ki, elementlərin sıra nömrəsinin azalması sırasını göstərin. Soldan sağa doğru sıra nömrəsi artır uşaqlar. Ancaq azalması deyirsə, əksinə, yəni istiqamət belə olmalıdır. T, Y, Z və X. Bu da yalnız D variantında var. Uşaqlar, 61-ci sualda da deyir ki, eyni dövrdə yerləşən əsas yarım qrup elementləridir. Yəni, eyni dövrümüz, yəni soldan sağa doğru istiqamətləniblər. Gəlin şərtə baxaq. 4 dənə şərt verilib və ona əsasən bu elementlərin yerini təyin etməliyik. Deyir ki, X elementi yalnız oksidləşdirici xassə göstərir. Yalnız oksidləşdirici xassə göstərir deyirsə, deməli, X soldan sağa doğru getdikcə oksidləşdirici xassəsi artır. Ona görə də solda yerləşir. Üzr istəyirsiniz, sağda yerləşir.
Y elementinin sıra nömrəsi özünə ən yaxın olan təsirsiz qazın sıra nömrəsindən bir vahid çoxdur. Yəni təsirsiz qazlarımız 8-ci qrupda yerləşir. Bir vahid çox olduğu üçün təsirsiz qazın özünə ən yaxın olan təsirsiz qazın sıra nömrəsindən bir vahid çox olduğu üçün uşaqlar o gələcək önə. Z elementinin sıra nömrəsi halogenin sıra nömrəsindən bir vahid çoxdur. Deməli, halogenin sıra nömrəsi uşaqlar, məsələn, flyor, əgər flyordan gedəsə söhbət, sıra nömrəsi deməli 9-dur. Ondan bir vahid çox 10. Yəni, Z X-dan sonra gəlməlidir. Çünki təsirsiz qazdır. Və T elementi hidrogenlə birləşmədə -3 oksidləşmə dərəcəsi göstərir. -3 oksidləşmə dərəcəsi göstərirsə uşaqlar. Deməli, o haradasa ortalarda yerləşəcək. Yəni, 3-cü dövrdə və yaxud da 5-ci dövrdə. Deməli, istiqamətimiz bu şəkildə olacaq. Y, T, X, Z. Yəni, B variantı. Və bizdən də deyir ki, dövrlər üzrə soldan sağa hansı ardıcıllıqla yerləşər? Bu şəkildə. 62-ci sualda uşaqlar metallardır. Deyir ki, sıra nömrəsi X-in 3, Y-in 19, Z-in isə 13-dür. Və bizə əgər məlum deyilsə ki, bu metallar hansılardır, onların deməli, elektron konfigurasiyasına görə, yəni sıra nömrəsindəki bu rəqəmləri açmaqla, yəni konfigurasiyanı yazmaqla hansı qrupda yerləşdiyini, hansı dövrdə yerləşdiyini təxmin etmək olar. Məsələn, sıra nömrəsi 3-dürsə, X elementini yazarıq 1s2, 2s1. Yəni sondakı konfigurasiyaya görə. Deməli, aydın olacaq ki, X elementi ikinci dövrün birinci qrupundadır. Y elementimiz uşaqlar 3 S 2 3 B 6 və 4 S 1. Bu şəkildədir. Yəni 4-cü dövrün birinci qrupundadır. Z isə uşaqlar olacaq 3 S 2 3 P 1. Cəmləsək 2 ilə 1-i, deməli 3-cü dövrümüzdür. Uşaqlar, deməli gəlin yazaq. Bu birinci qrupdadır. Bu da birinci qrupdadır. Bu isə 3-cü qrupdadır. Yəni bir valentli, bu da bir valentli, bu da 3 valentli. Gəlin baxaq. Deməli deyir ki, Z-in oksidi əsası oksiddir. Xeyr uşaqlar, 3 valentli metalın oksidi amfoter oksid olur. Əsası oksid deyil. Bu səhvdir. Deməli doğru olmayan istəyir. Birinci burada doğru deyil. İkinciyə baxaq. Deyir ki, X və Y-in oksidlərinin hidrogenlə reduksiya etdikdə metallar alınır. Xeyr uşaqlar, X və Y elementlərimiz birinci qrupda yerləşdiyi üçün aktivdirlər. Yəni hidrogendən solda yerləşirlər aktivlik sırasına görə. Ona görə də hidrogen onları sıxışdırıb çıxarda bilməz oksidlərindən. Deməli, bu da səhvdir. 2 də səhvdir. Gəlin 3-ə baxaq. Deyir ki, X və Y-in oksidləri adi şəraitdə suda həll olur. Düzdür. Çünki X ilə Y metallardır, özə qələvi metallardır. Ona görə də onlar suda yaxşı həll olaraq əsaslar əmələ gətirirlər. Doğru olmayan Y variantı, yəni 1 ilə 2. 63-ə baxsaq, deyir ki, X yalnız əsasi oksid, Y yalnız turşu oksid əmələ gətirir. Z isə ən elektromənfi elementdir. Z ən elektromənfi elementi uşaqlar, Z qeyri-metaldır. Qeyri-metallarımızın elektromənfiliyi daha çox olur. Deməli, A-nı, B-ni, C-ni çıxsa, qalır D ilə Y. Gəlin baxaq. Deyir ki, X yalnız əsasi oksiddir. Əsasi oksidlər metalların oksidləri idi uşaqlar. Y isə deyir turşu oksiddir. Turşu oksid isə qeyri-metalların oksididir. Və X-imiz metal, Y-imiz qeyri-metal, Z-imiz də qeyri-metaldır. Deməli, doğru cavab olacaq 63-də Y variantı. 64-də baxaq uşaqlar. Deyir ki, deməli, Z-in minimum oksidləşmə dərəcəsi əvvəl cədvələ baxsaq, deməli X, Y və Z-in dövrü sistemdə hər hansısa bir hissəsindən verilir və bizə uyğun olaraq onların hansı qrupda dövrdə olduğu bizə məlum deyil. Ancaq bu şərti oxuyaraq bizə bəzi nüanslar məlum ola bilər. Gəlin baxaq, deyir ki, Z-in minimum oksidləşmə dərəcəsi -3-dür. Əgər Z-in minimum oksidləşmə dərəcəsi -3-dürsə uşaqlar, deməli o 5-ci qrupda yerləşir. Və deyir ki, X-in sıra nömrəsi 5-dir. X-in sıra nömrəsi 5-dirsə, uşaqlar, onun konfigurasiyasını yazacaq 1S2, 2S2, 2P1. Yəni, 3-cü qrupda yerləşir. Yəni, sıra nömrəsinin konfigurasiyasını açsa, görərik ki, 3-cü qrupda yerləşir. Və deməli, artıq bizə məlum olduqdan sonra və deyir ki, X, Y və Z əsas yarım qrup elementləridir. Gəlin baxaq.
Birincidə deyir ki, Y-ın minimum oksidaşma dərəcəsi -2-dir. Gəlin baxaq. Əgər bu 5-dirsə uşaqlar, ondan sonra gələn 6 olacaq təbii ki. Və Y-ın təbii ki də minimum oksidaşma dərəcəsi -2-dir. Bu düzdür. Çünki maksimum 6-dırsa, minimum da -2 olacaq. Deyir ki, ikincidə deyir ki, X-in maksimum oksidaşma dərəcəsi müsbət 3-dür. Düzdür. Çünki 3-cü qrupdadır. Ona görə də onun oksidaşma dərəcəsi maksimum müsbət 3 olacaq. Üçüncüdə deyir ki, Z və Y, yəni bu birləşmələr Z2Y5 formullu birləşmə əmələ gətirir. Bu da düzdür uşaqlar. Çünki Z 5-ci qrupdadır uşaqlar, yəni 5 valentli, Y-ı da deməli 2 valentli təsəvvür etsək. Çünki valentliyi dedikdə uşaqlar deməli Y-ın valentliyi burada 6 yox, 8-dən çıxacaq 6-nı 2 kimi özünü göstərəcək. Və Z ilə Y təbii ki də bu şəkildə birləşmə əmələ gətirəcək. Deməli burada hər üçü də doğrudur. B variantı. 65-ə baxaq. Deyir ki, X və Y kimyəvi elementləri üçün hansı ifadələr doğrudur? X-in sıra nömrəsi 9, Y-ın isə 11-dir. Gəl baxaq. Konfigurasiyanı açmaqla da tapa bilərik. Məsələn, X-i tapsaq 1s2, 2s2, 2p5 olacaq elektron konfigurasiyası. Yəni buradan yazsaq, deməli 2s2, deməli 2p5. Deməli uşaqlar, aydın oldu ki, 2 ilə 5-in cəmi bizə 7-ni verir. Yəni X 7-ci qrupda yerləşir. Yəni halogendir. Y-ımız isə elektron konfigurasiyasında son deməli quruluşda olacaq 3s1. Gəlin variantlara baxaq. Deyir ki, birinci variantda Y atomunun radiusu X atomunun radiusundan böyükdür. Düzdür uşaqlar. Çünki deməli bunda 9-dur uşaqlar, bunda 11-dir. Ona görə də Y-ın atom radiusu X-dan çox olacaq. Həmçinin də onu bilməliyik ki, deməli Y-ımız metaldır, X-imiz qeyri-metaldır. Yəni soldan sağa doğru getdikcə atom radiusu kiçilir. Yəni Y-ın atom radiusu X-dan daha böyük olacaq. Bu düzdür. X-də isə daha kiçik olacaq. Deyir ki, eyni dövr elementləridir. Xeyr, eyni dövr elementləri deyil uşaqlar. Çünki bu ikinci dövrdə yerləşir. Baxın, konfigurasiyanı açmışıq. Bizə məlum oldu ki, ikinci dövrdə yerləşir X elementi, Y isə üçüncü dövrdə yerləşir. Eyni dövr elementləri deyil. Üçdə də deyir ki, atomlardan birində atomlarında bir cütləşməmiş elektron var. Düzdür uşaqlar. Deməli, bunda da cütləşməmiş elektronlar 1-dir. Çünki əslində S orbitalında 2 dənə elektron olmalıydı, ancaq burada 1 dənədir. Burada da P orbitalında 6 dənə olmalıydı, burada 5 dənədir. Deməli, bunda da bir dənə cütləşməmiş var, bunda da bir dənə cütləşməmiş. Ona görə burada 3 də doğru olacaq. Deməli, 1 ilə 3 doğru oldu. Doğru cavab C variantı. İkinci sualda uşaqlar, baxın, dövrdən bir hissə verilib. 2-dən 4-ə qədər olan dövrlər və 1-dən 8-ə qədər olan qruplar və bu elementlərimiz həmin qruplardan və həmin dövrlərdə müəyyən bir mövqeni tutublar. Və deyir ki, əsas yarımqrup elementləri üçün hansı ifadələr doğrudur? Gəlin baxaq. Birinciyə baxaq. Deyir ki, X və M bir-biri ilə birləşmə əmələ gətirir. Gəlin baxaq. X-də baxaq ki, birinci qrupun 3-cü dövründə, M isə 8-ci qrupun 4-cü dövründə yerləşir. Ümumiyyətlə, bir mənalı olaraq bilməliyik ki, uşaqlar 8-ci qrupda olan elementlərimiz təsirsiz qazlardır və onlar heç bir maddə ilə birləşmə əmələ gətirmirlər. Əgər desək ki, X ilə M bir-biri ilə birləşir, bu səhvdir. İkinciyə baxaq. Deyir ki, X və Y aktiv metallardır. Düzdür, çünki birinci və ikinci qrupda yerləşən elementlərimiz aktiv metallarımızdır. Düzdür. Üçüncü isə deyir ki, R və T bir-biri ilə birləşmə əmələ gətirir. Bəli, bu da düzdür. Çünki deməli 4 ilə 6, yəni 8-ci qrup deyil, istənilən halda bunlar bir-biri ilə birləşmə əmələ gətirə bilərlər. Deməli 2 ilə 3 D variantı. 67-də də eyni qaydada bizdən hansı ifadələrin doğru olduğunu bilib tapmamızı istəyir. Baxaq birinciyə deyir ki, Z və T qeyri-metallardır. Düzdür. 5-ci və 6-cı qrupda yerləşirlər, düzdür. İkincidə deyir ki, Y və T bir-biri ilə birləşmə əmələ gətirir. Bu da düzdür uşaqlar. Çünki Y-ımız metal, T-miz qeyri-metaldır və 6-cı qrupda yerləşir. Üçüncüdə deyir ki, X və R bir-biri ilə birləşmə əmələ gətirmir. Düzdür. Çünki X ikincidir, ikinci qrupda yerləşir, R isə 8-ci qrupda yerləşir. Yəni 8-ci qrupda yerləşənlərimiz qeyd etdiyimiz kimi təsirsiz qazlarımızdır və onlar birləşmə əmələ gətirmir heç bir maddə atomu ilə. Ona görə də burada 1, 2, 3 hər 3 variantımız da doğru olacaq. B variantı. 68-də uşaqlar yenə sualı bir qədər fərqli qoyur. Burada yəni daha doğrusu variantlarımız əsasən atom radiusu, yəni digər 9 parametrlə bağlıdır. Və hansı ifadənin doğru olmadığını tapmamızı istəyir. Deyir ki, A-da Y-ın protonlarının sayı X-in protonlarının sayından bir vahid çoxdur. Düzdür. Çünki Y X-dan sonra gəlir. Yəni bu 6-cı, bu da 7-ci qrupda yerləşir. Ona görə də Y-ın atomlarının sayı, yəni protonlarının sayı X-dan bir vahid çox olacaq. Bu düzdür uşaqlar.
B variantında deyir ki, M-in atom radiusu ən böyükdür. Düzdür, çünki qruplar üzrə yuxarıdan aşağıya doğru getdikcə atom radiusu artırdı və ən böyük atom radiusu olan burada M-dir. R deyil, çünki R dövrlər üzrə soldan sağa doğru. Burada bu atom radiusu az olacaqdır R-də. Deməli, bu düzdür. Deyir ki, C variantında Y-ın elektromənfiliyi ən böyükdür. Düzdür, uşaqlar. Çünki soldan sağa doğru yerləşən və yuxarıda yerləşən elementimiz budur, Y-dir. R deyil, çünki yuxarıdan aşağıya R-də elektromənfiliyi azalırdı. Ən böyük elektromənfiliyi olan Y olacaq. Bu da düzdür. Deyir ki, X-in protonlarının sayı ən azdır. Bu da düzdür, çünki deməli, soldan sağa, yuxarıdan aşağıya, yəni baxın, bu hissələrdə, bir də bunun ondan sonra gələn hissədə hər biri X-dan böyükdür protonlarının sayı. Ən az olan X olacaq. Burada doğru olmayan variant Y variantıdır. Niyə görə uşaqlar? Çünki deyir ki, R-in atom radiusu M-in atom radiusundan böyükdür. Xeyr, kiçikdir. Çünki soldan sağa doğru getdikcə atom radiusu kiçilir. Yəni R-in atom radiusu M-in atom radiusundan kiçik olmalıydı. Burada isə böyük yazır, bu səhvdir. 69-da uşaqlar deyir ki, deməli, yenə də eyni qayda ilə doğru olmayan variantı tapmamızı istəyir. Deyir ki, X-in protonlarının sayı ən azdır. Düzdür uşaqlar. Çünki protonların sayı soldan sağa, yuxarıdan aşağı artırdı. Burada isə ən solda yerləşir, həmçinin də qruplar üzrə yuxarıda, dövrlər üzrə solda yerləşir. Ona görə də onun protonları sayı ən az olacaq. Bu doğrudur. B variantında deyir ki, M-in atom radiusu ən kiçikdir. Bu da düzdür uşaqlar. Daha sonra C-də deyir ki, deməli, R-in atom radiusu Y-ın atom radiusundan böyükdür. Xeyr uşaqlar, R-in atom radiusu Y-dan kiçik olacaq. Çünki dövrlər üzrə soldan sağa atom radiusu azalırdı. Yəni R-də kiçik olacaq. Bu səhvdir. Doğru cavabımız burada C variantı. 70-də uşaqlar deyir ki, X, Y və Z əsas yarım qrup elementlərdir. X-in sıra nömrəsi 17, Z-in və Y elementi isə bir-biri ilə Z2, Y birləşməsi əmələ gətirir. X, Y və Z elementlərinin yerləşdiyi qrupun nömrəsini müəyyən edin. Deməli, uşaqlar, əgər X-in sıra nömrəsi 17-dirsə, konfigurasiyaya baxsaq, son elektron formulunu yazsaq, yazacaq nöqtə, 3s2, 3p5. Yəni, X2 və 3s2 ilə p5-i cəmləsək, 2 ilə 5-i olur 7. Deməli, X-imiz 7-ci qrupda yerləşir, bir mənalı olaraq. Burada A variantını, C variantını və Y variantını çıxırıq. Qalır B ilə D arasında. Və bizə deyirsə ki, Z2Y birləşməsi əmələ gətirir. Deməli, 2Y haradasa Z-dən valentli olaraq böyükdür. Gəl baxaq. Deməli, burada deyir ki, X-in, deməli, Y-ın valentliyi 6, Z-inki 2-dir, 1-dir. Burada isə 1, 6, yəni yerləri dəyişib. Əgər deyirsə ki, Z2Y uşaqlar, deməli, Y-ın valentliyi Z-dən çox imiş ki, bu şəkildə 2 gəlib Z-in indeksinə. Deməli, doğru cavabımız B variantı olacaq. Çünki Y-ımız 6 valentli, Z-imiz də 1 valentli imiş ki, belə bir birləşmə əmələ gəlir. Sualda uşaqlar deyir ki, əsas yarım qrup elementləri üçün hansı ifadələr doğrudur? Gəlin baxaq. Deyir, birinci variantda Y-L birləşməsində ion rabitəsi var. Düzdür uşaqlar. Çünki ion rabitəsi nə idi uşaqlar? İon rabitəsində deməli element atomlarından biri metal, digəri qeyri-metal olmalı idi. Baxın uşaqlar deyir ki, bu birinci qrupdadır Y elementimiz. Deməli, bir Y metaldır, L isə 7-ci qrupdadır, yəni qeyri-metal. Deməli, bu doğrudur. Bizə də doğru olan variantları tapmamızı istəyir. Və ikincidə deyir ki, R ilə T elementi RT4 birləşməsi əmələ gətirir. Gəlin baxaq. Deməli, T 4-cü qrupdadır, R isə 7-ci qrupdadır. Təbii ki, bu birləşmə əmələ gələcək. Yəni, T'miz 4 valentli, R-imiz isə 1 valentlidir və bu birləşmə əmələ gələcək. Üçüncüdə deyir ki, X ilə Z elementi X2Z birləşməsini əmələ gətirir. Xeyr, uşaqlar, çünki baxın, X də metaldır, Z də metaldır. Çünki birinci, üçüncü qrupda olan elementlərimiz metallardır əsasən. Ona görə də birləşmə əmələ gələ bilməz. Deməli, burada yalnızca 1, 2 doğru olandır. 72-yə baxsaq, yenə də burada doğru olmayanı istəyir. Baxaq, birincidə deyir ki, Y ilə L birləşməsi ion rabitəsi var. Y ilə E arasında var. Çünki Y metaldır, L-imiz qeyri-metaldır. Bu düzdür. Bizə doğru olmayanı istəyir. Deməli, bunu çıxırıq. Bu doğrudur. Deyir ki, T ilə R deməli, elementləri RT4 birləşməsi əmələ gətirir. Bu da düzdür. Bu da səhvdir. Yəni, doğru variantı bizə doğru olmayanı tapmamızı istəyir. Üçüncü isə doğru olmayacaq. Çünki uşaqlar, X ilə R elementi X2Z birləşməsi əmələ gətirmir. Yəni, X-imiz və Z-imiz ikisi də metal olduğu üçün bunlar birləşmə əmələ gətirməyəcək. Deməli, doğru olmayan cavabımız burada C variantı.
73-də uşaqlar yenə də hansı ifadələrin doğru olduğunu tapmağımızı istəyir. Gəlin baxaq. Birincide deyir ki, x ilə r elementi z ilə ion rabitəli birləşmə əmələ gətirir. Gəlin baxaq. Deməli, x ilə r-imiz uşaqlar metallarımızdır. Yəni birinci qrupdadır, görürük ki. Z isə 7-ci qrupdadır, yəni qeyri-metaldır. Təbii ki, ion rabitəsi əmələ gələcək. Deməli, bu doğrudur. Çünki biri metal, biri qeyri-metal olmalıdır ion rabitəsində. İkincidə deyir ki, x ilə l elementi x2 l birləşməsini əmələ gətirir. Gəlin baxaq. Deməli, x-in qrup 1-dir, l-in qrupu 6-dır. 6-dırsa əsasən 2 valentli birləşmə əmələ gətirir. X-imiz də 1 valentlidir. Ona görə də bu birləşmə əmələ gələcək. Bu da doğrudur. M isə üçüncüdə baxsaq görərik ki, deyir ki, M ilə Z elementləri MZ birləşməsini əmələ gətirir. Gəlin baxaq. M-imiz 3-cü qrupdadır uşaqlar. Z-imiz isə 7-ci qrupdadır. Belə birləşmə belə gələ bilməz. Çünki Z-in valentliyi 1 olacaq uşaqlar. M-in isə 3. Yəni 3 ilə 1 valentlik heç vaxt bu şəkildə birləşmə belə gətirmir. Yəni olmalı idi M, Z, 3. Deməli 1 ilə 2 burada doğrudur. D variantı. 74-də uşaqlar yenə hansıların doğru olduğunu tapmamızı istəyir. Baxaq. Deməli deyir ki, birincidə Z ilə L ion rabitəli ZL2 birləşməsi əmələ gətirir. Deməli Z-imiz 6-cı, L-imiz isə 7-ci qrupdadır. Təbii ki, bu birləşmə əmələ gələcək. Baxın, bu birləşmə əmələ gələcək uşaqlar. Çünki Z-imiz 2 valentli, L-imiz isə 1 valentlidir. Ancaq ion rabitəli olmayacaq. Çünki ion rabitəli olması üçün biri metal olmalı, biri qeyri-metal olmalıdır. Bu səhvdir. İkinciyə baxsaq, deyir ki, T və L elementləri ion rabitəli TL birləşməsi əmələ gətirir. Gəlin baxaq. Deməli, T birinci qrupdadır, L isə 7-ci qrupdadır. Düzdür, ion rabitəsi əmələ gətirir və həmçinin ikisi də 1 valentli olduğu üçün bu birləşməni əmələ gətirəcək. Deməli, 2 düzdür, uşaqlar. Üçüncüdə deyir ki, X ilə Y kovalent rabitəli YX3 birləşməsini əmələ gətirəcək. Baxaq. Deməli, X-imiz burada metaldır, uşaqlar. Görürsünüz. Deməli, Y-imizdə yox, uşaqlar, baxın, X-imiz metal deyil. Niyə görə uşaqlar? Çünki birinci dövrün birinci qrupunda yerləşir. Birinci dövrün birinci qrupunda bizdə hansı elementimiz idi? Hidrogen. Yəni, X-imiz burada metal deyil, hidrogendir. Y-imizdə 5 valentli hər hansısa bir elementdir. Təbii ki, 5 valentli onun hidrogenlə 3 valentli olan birləşməsinə əmələ gətirəcək və kovalent rabitəli olacaq. Təbii ki də 3 də düzdür. Deməli, burada doğru cavab B variantı olacaq. 2 və 3. 75-də uşaqlar deyir ki, dövrü sistemdə verilmiş əsas yarımqrup elementləri üçün hansı ifadə doğru deyil? Baxaq. T ən asan elektron verən elementdir. Baxaq. Deməli, T dövrlər üzrə soldan sağa ən asan elektronu verən element deyil uşaqlar. Elə burada sizdə doğru olmayan A variantıdır. Gəlin digər variantlara baxaq. Deyir ki, X-in sıra nömrəsi ən kiçikdir. Düzdür, X-in sıra nömrəsi ən kiçikdir, yəni 1-dir. Bu düzdür uşaqlar. Bunu çıxırıq. Bizə doğru olmayan istəyir. Təbii ki, A variantıdır. Yalnız digər variantları da dəyərləndirək ki, tam aydın olsun sizə testin izahı. C variantda deyir ki, X ilə T elementləri kovalent polyar deməli, rabitəli birləşmə əmələ gətirir. Gəlin baxaq. Deməli, X-imiz hidrogendir uşaqlar. T-miz isə halogendir və kovalent polyar rabitəli birləşmə əmələ gətirəcək. Bu da düzdür. Y-in atom radiusu ən böyükdür. Düzdür uşaqlar. Çünki qruplar üzrə yuxarıdan aşağı doğru getdikcə atom radiusu artırdı. T-nin sıra nömrəsi ən böyükdür. Bu da düzdür uşaqlar. Çünki T-miz 4-cü dövrün 7-ci qrupunda yerləşir. Yəni, təbii ki, onun sıra nömrəsi daha çox olacaq. Deməli, doğru olmayan burada A variantı. 76-cı suala baxaq. Uşaqlar deyir ki, dövrü sistemdə verilmiş əsas yarımqrup elementləri üçün hansı ifadə doğru deyil? A variantda deyir ki, Z ilə T elementləri polyar kovalent rabitəli birləşmə əmələ gətirir. Düzdür, çünki Z ilə T hər ikisi də qeyri-metaldır, yəni biri 4-də, biri 7-ci qrupda yerləşir. B variantında deyir ki, Z-in atom radiusu Y-dən kiçikdir. Düzdür, çünki Z Y-dən bir belə deyək, dövr yuxarıda yerləşir. Çünki demişdik ki, qruplar üzrə yuxarıdan aşağı doğru getdikcə atom radiusu artırdı. Z isə atom radiusu Y-dən kiçik olacaq. C variantı qalsın, bu doğru olmayan variantdır. Yəni doğru deyil deyirsə, C variantı bu da doğrudur. Ona görə də D variantına baxaq. Deyir ki, X-in sıra nömrəsi ən kiçikdir. Bu da düzdür uşaqlar. Çünki soldan sağa doğru və yuxarıdan aşağı doğru getdikcə sıra nömrəsi artır. X isə oradan tam mərkəzdə yerləşir. Yəni bunlardan, digər bu 3 elementdən sıra nömrəsi ən kiçik olanıdır. Y isə deyir ki, Y metaldır. Düzdür. Çünki Y birinci qrupda yerləşir və ona görə də bu metaldır. C variantında isə deyir ki, T ən qüvvətli reduks edicidir. Uşaqlar, biz nə demişdik? Dövrlər üzrə soldan sağa doğru getdikcə reduks edicilik, atom radiusu və metallıq azalırdı. Əgər T
soldan sağa, yəni dövrlər üzrə soldan sağda yerləşirsə, onun reduks ediciliyi aşağı olmalı idi. Yəni ən aşağı reduks edici element olmalı idi. Doğru olmayan burada C variantı. 77-yə baxaq. Deyir ki, X, Y və Z metalları eyni əsas yarımqrupda yerləşir. Z-in metallı qabiliyyəti Y-dan güclü, X-dan zəifdir. Əgər birindən güclü, birindən zəif deyirsə, deməli yadınızda saxlayın ki, həmin element ortada yerləşir. Və Y-dan güclü deyirsə, əsas yarımqrup elementi olar. Yuxarıdan aşağıya Y-dan güclüdürsə, yəni Y-dan sonra gələcək, X-dan isə əvvəldə gələcək. Yəni deyir ki, X-in də deməli metallığı Z-dən Z-in deməli metallığı X-dan zəifdir. Həqiqətən də yuxarıdan aşağıya doğru istiqamətdə bu şəkildə olacaq və radiusun artması sırasında deyirsə, deməli biz bilirik ki, qruplar üzrə yuxarıdan aşağıya atom radiusu artır. Yəni Y, Z, X bu istiqamətdə artacaq. Yəni doğru cavabımız D variantı. Maraqlı bir test nümunəsi var. O da 78-dir. Burada tamamilə fərqli bir qayda var. Onu indi sizə izah edeyim. Deyir ki, şəkildə dövr sistemin bir hissəsi verilmişdir. X elementin sıra nömrəsinin 9 olduğu məlumdursa, hansı ifadə doğru deyil? Uşaqlar bilməliyik ki, deməli, əgər X elementin sıra nömrəsi 9-dursa, ondan öncəki gələn elementin sıra nömrəsi 8, ondan sonra gələn elementin sıra nömrəsi isə 10 olmalıdır. Və dövrlərdə, yəni ikincidən üçüncüyə ikinci dövrdən üçüncü dövrə qədər olan deməli sıra nömrələrinin sayı 8-dir. Yəni 2 ilə 3-ün arasında 8 vahid fərq var. Yəni Y-ın sıra nömrəsi 16 olacaq. Burada 17 olacaq, təbii ki artacaq. Burada da 18 olacaq. Görürsünüz ki, yuxarı ilə aşağı arasında 8 vahid fərq var. İndi bunları yazdıqdan sonra aydınlaşdırmalıyıq ki, buradakı hansı variantımız doğru deyil. Baxaq A variantına. Deyir, Y elementi X ilə YX6 birləşməsini əmələ gətirir. Deməli, X-imizin sıra nömrəsi deməli, uşaqlar 9-dur və deməli 7-ci qrupda yerləşdiyi üçün o halogendir. Yəni, əksərən onun valenti 1 olur. Y-ımızın isə 6 valenti olduğu halı düzdür. Yəni, Y-ın əgər sıra nömrəsi 16-dırsa, konfigurasiyada 6-cı qrupdadır və onun valenti 6 olacaq. Ona görə də bu doğrudur. Z təsirsiz qazdır, düzdür. Çünki Z elementi 8-ci qrupda yerləşir. Y-ın 16 protonu var, düzdür. Tapdıq ki, Y-ımızın 16 dənə protonu var. D variantında deyir ki, Y-ın ən kiçik və ən böyük oksidaşma dərəcələrinin cəmi müsbət 2-dir. Bu səhvdir. Çünki Y-ın 6-dırsa onun deməli qrupun nömrəsi, onun ən böyük oksidaşma dərəcəsi müsbət 6 olacaq, ən kiçik mənfi 2 olacaq. Bunun da cəmi bizə müsbət 4-ü verir, müsbət 2-ni yox. Burada doğru olmayan cavab əslində D variantıdır. Y variantına baxaq. Deyir ki, X yalnız oksidaşdırıcı xassə göstərir, düzdür. Çünki baxırıq ki, Y Z X-dan aşağıda yerləşir və biz demişdik, yuxarıdan aşağıya doğru oksidaşdırıcı azalır. Yəni, ən çox burada oksidaşdırıcı element X-dir. Bu da düzdür. Doğru cavabımız burada D variantı. 79 da həmin tiplidir. Yenə X-in sıra nömrəsini 8 verib. Deməli, ondan öncəkinin sıra nömrəsi 7, ondan sonrakinin sıra nömrəsi 9 olacaq. Və düşünsək ki, bunların arasında 8 vahid fərq var. Deməli, Y-ın 15 olacaq sıra nömrəsi, X-in altındakı 16 olacaq. Z isə 17 olacaq. Və gələn hansı doğru deyil o varianta baxaq. Deməli, A variantında deyir ki, uşaqlar, Z-in ən böyük və ən kiçik oksidaşma dərəcələrinin cəmi müsbət 4-dür. Xeyr. Z demək 7-ci qrupda yerləşir. Onun ən böyük oksidaşma dərəcəsi müsbət 7, ən kiçik mənfi 1-dir. Cəmi isə müsbət 6-dır, müsbət 4 yox. Elə doğru cavab bu variantdır. 80-ci test nümunəsindən baxaq. Deyir ki, deməli, elementləri verib, onların sıra nömrələrini verib və aşağıdakı şərti oxuyaq. Deyir, bu elementlərdən biri başqa dövrdədir. Y qələvi metaldırsa, ifadələrdən hansı doğrudur? Əgər uşaqlar deyirsə ki, Y qələvi metaldır, deməli, Y-ın qrupunun nömrəsi 1-dir. Və qrupunun nömrəsi 1-dirsə, məsələn, biz A-ya 10 yazsaq, uşaqlar, Y-ın neçə olur? 11. Sıra nömrəsi 11 olur. 10 plus 1, 11. 11 sıra nömrəsində bu elementimiz birinci qrupda yerləşəcək və qələvi metal olacaq. X-a 10 yazaq. Çünki A-mızı 10 tapdıq. Z-ə isə 10 plus 2, yəni 12. Hətta konfigurasiya ilə də yaza bilərik. Onun deməli, ayırsaq dövrləri 1s2, yəni birinci dövrdə 2 elektron, ikinci dövrdə 8 elektron olacaq. Burada birinci dövrdə 2, ikinci dövrdə 8, üçüncü dövrdə 1 elektron olacaq. Yəni konfigurasiyaya ayırırıq. Birinci dövrdə 12-də sıra nömrəsi 12 olan elementi birinci dövrdə 2, ikinci dövründə 8, üçüncü dövründə də 2 elektron olacaq.
Deməli deyirsə ki, bu elementlərdən biri başqa dövrdədir. Bu yalnız X-ə aiddir. Baxın, burada 3 dövr var. 2, 8, 1, 2, 8, 2. Yalnız X-da bir 2 dənə dövr var. Deməli X başqa dövrdədir. Bu doğrudur. İkincisi deyir ki, Z birləşmələrində müsbət 2 oksidləşmə dərəcəsi göstərir. Düzdür. Çünki Z-in baxın, xarici elektronu da xarici, yəni valent elektronlarının sayı 2 olduğu üçün o birləşmələrdə müsbət 2 oksidləşmə dərəcəsi göstərəcək. Bu da düzdür. 3 də düz olacaq, çünki X təsirsiz qazdır. Niyə görə təsirsiz qazdır? Çünki baxın, X-in konfiqurasiyaya deməli, elektron formulunda valent elektronlarının sayı 8-dir. Yəni, qrupunun da sayı 8-dir. Ona görə də 8-ci qrupda yerləşən elementlərimiz dedik ki, təsirsiz qazlardır. 4 isə burada səhv olacaq. Çünki X ilə Z deyir, X, Z birləşməsi əmələ gətirir. Bu səhvdir. X burada təsirsiz qazdır. Təsirsiz qaz olan bir element necə bir birləşmə əmələ gətirə bilər ki? Çünki o təsirsiz qazdır. O təsirsiz qazlar heç bir maddə ilə birləşmə əmələ gətirmir. Deməli, bu səhvdir. Burada doğru cavab olacaq 1, 2, 3. 81 də eyni qayda ilə. Burada deyir ki, elementlərdən hər ikisi eyni dövrdədir. X təsirsiz qazdır. Deməli, X təsirsiz qazdırsa, X-ə 10 deyək. Y-ımız olacaq 11. Z-imiz olacaq 8. Yəni, A-dan çıxacaq, 10-dan çıxacaq 2-ni 8. Konfigurasiyanı yenə yazırıq. 10-da olacaq 2, 8. Y-də olacaq, deməli, 2, 8, 1. Z-də olacaq 2, bir də 6. Deməli, deyirsə elementlərdən ikisi eyni dövrdədir, düzdür. X-da, Z-də, ikisində də 2 dənə dövr var. Y-də isə 3 dənədir, 2, 8, 1. Gəlin şərtdə oxuyaq, hansıların doğru olduğuna baxaq. Deyir ki, Z atomunun xarici elektron təbəqəsində 6 elektron var. Z-ə baxsaq, 6 dənə elektron var. Bu düzdür. 2-də deyir ki, X və Z elementləri X-Z birləşməsi əmələ gətirir. Bu səhvdir. X təsirsiz qazdır. Birləşmə əmələ gətirə bilməz. Üçüncüdə deyir ki, bu elementlərdən biri qələmi metaldır. Düzdür. Çünki Y qələmi metaldır. Ona görə ki, xarici elektron, yəni valent elektronlarının sayı 1-dir. Xarici təbəqədəki elektronu 1-dir. Yəni, qrupun nömrəsi 1-dir. Qrupun nömrəsi 1 olanlar da demişdik, qələmi metallardır. Bu da düzdür. Və deyirsə ki, 4-də Y ilə Z, Y2Z birləşməsini əmələ gətirir. Bu da düzdür. Deməli, deyir ki, Y-da 1-dir uşaqlar. Baxın, qrupun nömrəsi həm də onun valentliyini göstərir də. Valentliyi 1-dir, Z-də 6-dır. Ancaq 6 yox, hətta oksidləşmə dərəcəsi 6, valentliyini 2 göstərir. Çünki 6 olduğu üçün 8-dən çıxacaq 6-nı. Qruplarımız 8 dənədir. 8-dən 6-nı çıxacaq, eləcək 2. Deməli, bu da düzdür. 82-ci sualda uşaqlar deyir ki, dövrü sistemdə əsas yarım qruplarda qruplar üzrə sıra nömrəsi artdıqca element atomlarının xassələrinin dəyişməsinə uyğundur. Hansılar? Biz bilirik ki, qruplar üzrə yuxarıdan aşağıya doğru getdikcə uşaqlar sıra nömrəsi artır. Həmçinin atom radiusu, baxın, nə artır? Ran. Reduksiya edicilik, atom radiusu və metallıq. Gəlin baxaq. Burada deyir ki, atom radiusu artır, düzdür. Azalmır. Elektron mənfilik artır. Baxaq, görək, burada elektron mənfilik var, yox. Biz artanlara baxırıq. Artanlar reduksiya edicilik, atom radiusu və metallıq olmalıdır. Deməli, elektron mənfiliyi artma yox, azalmalıdır. Həmçinin, bu m-nın metallığın m-sıdır. Yəni, metallıq artır. Altta düzdür. Qeyri-metallıq güclənir, yox. Qeyri-metallıq zəifləməlidir. Deməli, burada doğru cavab 1, 4, 6.